Kocaeli rayonundayıq. Biz şəhid Ceyhun övlündayıq. Nə xoş halımıza ki, anaların yanındayım. Ceyhunun timsalında bütün şəhidlərimiz Allah rəhmətsin deyirəm. Ruhları şad olsun. Mən bu gün anaya da başsağlığı verirəm. Bütün burada anaların hamısının balalarına başsağlığı verirəm. Analarımız hər biri bizim üçün uca bir zirvədir. Allah sizlərə səbir versin deyirəm. Allah sizlərə dəyməsin. Bu gün nə xoş halımıza ki, Ceyhunun timsalında, bu gün bu evdə, ocaqda gözəl analarımı gəldim, gördüm. Analarımızın dərdlərinə şərik olduq. Bu gün elə xoş olar ki, analarımın da hamısını bir övladların adlarını dəyərlər, tanıyaq, bilək. Hamısının huzuruna gələk, hamısı ilə dərdləşək. Analar bir-bir özləri təqdim edir. Mən Abdullayev Tural Bəyləroğlunun anasıyam. Şəhid Abdullayev Tural. Xocavənd rayonunun şəhididir. Mən nə deyə bilərəm ki, bütün Allah Taala hamı şəhidlərin yeri cənnət olsun, məkanı cənnət olsun. Onların sayəsində, yəni torpaqlarımız işğaldan azad olundu. Qazilərimizə Allah şəfa versin. Bütün analara da səbir diləyirəm. Nə deyə bilərəm? Mirzəyev Elmin Əvəzoğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də Balakişiyev Qaranın anasıyam. Bugün burada Ceyhun balamızın mövlududur. Cənnətdəki mövludu mübarək olsun balamızın. Allah anasına səbr versin. Biz bugün bir oğlumuzun yox, bütün şəhidlərin anasıyıq. Şəhidləri yad eləyən qardaşımızın da Allah qardaşının məkanını, şəhid Poladın məkanını cənnət eləsin. Onun da anasına səbr versin, dözüm versin. Allah ömrümüzün versin, köməyi olsun. Bütün şəhidləri gəlib burada yad eləyən bütün hamıdan razı olsun. Allah məqamlarını uca eləsin, şəhidlərimizin, qazilərimizə can sağlığı versin. Hal-hazırda mənim oğlumun biri də qazi, biri veterandır. Allah bütün qaziləri onların timsalında can sağlığı versin, ömürləri uzun olsun, şəhidlərimizin də məqamı uca olsun. Allah hamısının ruhunu şad eləsin. Mən Nusrat Ceyhunun anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ceyhunun büyüyün ad günüdür, başımız ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərimə səbir diləyirəm. Allah bütün valideynlərə səbir versin. Məkanları balamızın cənnət olsun, uca olsun. Sən dedin. Ceyhun dayımın mövludu mübarək. Ceyhun dayımın mövludu mübarək. Mən də Şuşa Fatih Tağıyev Zami'nin anasıyam. Mən də bugün Ceyhun balamızın təbrik edirik cənnətdəki ad günü. Allah şəhidlərimizə rəhmət eləsin, məqamları ucal olsun, qazilərimizə can sağlığı versin. Sonrasında Ünlərim Nüsrətli Ceyhun Aqiloğlu bu günlərim onun mövlud günüdür. Bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərə can sağlığı versin. Bunlar, bu şəhidlər hamısı hər qarış torpağında, onların bütün rayonlarda, bütün yerlərə gedirsən, ora gedəndə ayrı his keçirdir adam. Ki, bunların, deyirəm, hər bir qarış torpağında bu şəhidlərin qanı var. O his ayrıdır. Bunlar elə bir qəhrəmanlıq göstərdi ki, hər bir şəhid, hər bir qazi, qazilərə yaşayan şəhidlər deyirlər. Onların orada o qədər zəhmətləri, onların götdükləri yük, onların orada susuz dağda, daşda gəzdikləri, onları təsəvvür edəndə adam deyirsən ki, Allah, görən bunlar nəyiymişlər ki, bunlar burada elə qalib gəlbər. Hər bir şəhidin analarına, atalarına Allah səbir versin. Hamısının qarşısında baş əyirik. Biz onların sayasına, o balalarımızın sayasına biz getmişik. O torpaqlara, o yerlərdə, Xan kəndində, Şuşada, bütün yerlərdə. Siz də çox xoş gəlmişsiniz. Allah rəhmət eləsin sizin qardaşınıza da. Hacıda danışsın. Hə, sağ olun. Mən də Şəhid Namazov Xəyalın anasıyam. Allah cəmi şəhidlərimizə məqamı uca olsun. Bugün Ceyhun balamızın doğum gündür. Nə xoş gün bugünkü gündə, bu da qismətdir. Məşədi oğluyla da görüşdük. Bir yerdə tanış olduq, tanıdı bizləri. Biz heç görüşməmişdik, bir yerdə olmamışdıq.
Allah sizin de kardeşinizin məqamını ucu eləsin. Cəm şəhidlərimizin məqamını ucu eləsin. Qazilərə də Allah can sağlığı versin, şəfa versin. Cəm şəhid analarına səbr diləyirəm. Çox sağ olun. Mən Nüsrətli Ceyhun bibisiyəm. Allah cəmi şəhidlərə rəhmət eləsin. Qürurlu, qoçaq oğlanlara Allah rəhmət eləsin. Səbr diləyirəm. Ceyhun ad günün bugün mübarək olsun. Mamaların sənə qurban. Nüsrətli Ceyhunun mamasıyam. Allah rəhmət eyləsin hamısına. Rəhmət eyləsin cəm ölənlərin hamısına. Nə deyim tay?